Agalarım salamlar. Yepyeni bir videomuza hoş gəlmisiniz. Bu günləri sizə TDM taktiklərini göstərəcəm. Yəni TDM'ci olanlar üçün əsas taktikləri göstərəcəm. Düzdür, yəni əsas məşqlər var idi. Bugün sizə onları öyrədəcəm. Elə siftədən gəlin buradan başlayaq. Əlinizi ısındırmaq üçün başdan nə edirsiniz? Burada bir belə məşq edirsiniz. Gözlə. Birinci yersiniz 2 dənə bir arena maçı oynuyorsunuz. Bir dənə qışla söhbət var, VS düşüb. Bir dənə əlinizi qızışdırırsınız, bir dənə 2 oyun VS atırsınız. Və 4-ün 4-ə. Sonra gəlirsiniz bura, başlayırsınız. Baba burada durursunuz, düz burada. Burada belə durursunuz. Başlayırsınız baba. Çok bataraq buradan qoyursunuz. Burası da ki, indi face to face əgər yaxındırsa, sizə bir dənə bu taktiki göstərəcəm. İnşallah ki, bunu göstəreyim. Hassasiyyətimi də göstərəcəm sizə. Gəlin videoda. Hassasiyyətim çox zordur və TDM şeyini göstərəcəm. Şeycana şeylərini, ayarını, hassasiyyətini. Ona görə də bu videoya çox yox, 10 like və 100-dən çox baxış istəyirəm. Gəlsə videoda bırak gəlir video. İndi bir dənə göstərək. İndi ki, yaxın dəmastasınız. Okey. Yəni istədiyinizi istifadə edə bilərsiniz də. Məsələn, bunu da. Bu oyunu uşaqlar, yəni problem yoxdur ya bunu. Yarım tutamaq. Bu oyunu. Mən məsələn lazer oynayıram. TDM'də işləyən insanlar lazer oynayır da. İndi bir dənə elə bir ki, yaxın məsafə fightdasınız. Siz full AC yəni. İndi sizə dənə joystick ayarındayım. Adam var ki, mərmilərdən qaçınmaq üçün belə eləyir. O yox. Siz belə elədiksə, maksimum 3-4 mərmidən qaçacaqsınız. Siz joystick'i tutdunuz. Bir dənə belə məsələn, yüngül sol eləyirsiniz, sonra full sağa çəkirsiniz, baba belə. Siz belə elədiksə, baba, adam var belə eləyir. Belə eləyir. Yox, brat. Birinci belə gəlirsiniz, sonra başlayırsınız, belə gelirsiniz, baba, tez, joystick'i belə eləyirsiniz. Okey? Bir də ki, əlinizdən gələn qədər arxaya oynayın. Arxa. Joystick oynamırsınız. Belə, arxa oynayın. Aha, indi əlinizi sindirmək üçün başlayırsınız gəlirsiniz bura belə. Başlayırsınız tap ataraq. Biraz buna. Qoyursunuz. Sonra yazı tez buradan başlayırsınız. Əlinizdən gələn qədər. Nə qədər əlinizdən gəlir, yəni burada məşq edirsiniz də, okey? Gəlsə əlinizdən gələn qədər burada məşq edirsiniz. Sonra gəlsiniz, şuralar pika atılırsınız, pika atılırsınız. Bax, gəlsiniz buralara bir yerə. Məsələn, biz buranı seçək. Başlayırsınız. Maksimum pika atılırsınız. Bu arada jiroskop oynayanlar için bu daha da asan da olacaq. Maksimum pika atılırsınız. Maksimum. Nə qədər pik var ona atılırsınız. Sonra bir dənə belə sağ-sol oynuyorsunuz. Mən indi sağa asdıqda piki. İndi bir dənə gəlirsiniz belə sola asırsınız. Belə. Sonra gəlirsiniz baba bu tərəfə. Gəlirsiniz bu tərəfə. Bəlkə də bəziləriniz məndən pis oynuyorsunuz. Bəziləriniz bəlkə də qəş oynuyorsunuz. Bu arada bir günləri aranızdan ən güclü oynayan birini seçib onunla VS atacağım. Və burada da yəni o söz atanların haqqını vermiş olacağım. Ən güclü birini seçəcəm və deyəcəm. İndi arqalarım. Bizə lazımdır pik atmaq. Pik atmağı məşq eləmək. Ona görə biz sən nə yeyirik? Gəlik bura. Bura yox ya, bura yerdik. Birincisi uşaqlar. Joystick'i tez-tez məşq eləmək üçün və silahı belə eləyirik ki, joystick'iniz ilişməsin. Gəlik bura, başlayırıq. Burada belə gəzirik və silahı tez-tez alıb dəyişdiririk. Bu sizin joystick'inizin takılmamasını sağlayacaqdır. Sonra gəlirik uşaqlar.
Yani uşaqlar, bu da sizin joystick'inizin takılmadan oynayacağınızı göstərir. İndi gəlirsiniz pika açılırsınız. Yəni pika ən çox burada məşq edin qardaş. Pika yəni ən çox yarayan məşq buradır. Baba. Gəlirsiniz bura. Yox, bura yox. Gözlə. Baba bura. Baba belə. Nə tərbiyəli, yəni pikliyin qardaş. Əsas pika açın. İzləyin, mən bu ayarım bir dinqıl özümə ayar vereyim. Mənim ayarım pisdir. Gəlirsiniz buralarda da məşq edirsiniz. Sonra gəlirsiniz buralara. Hassasiyyətini də özünüz görəsiniz indi. Bunlar bir çəkilsə zor olar. Qaqa bir dənə gözləyin də 6x taxın. Görürsünüz ya, hassasiyyətim də qəşəkdir. Bunu da verərəm. Sonra göstərərəm ayrıntılı. Gəlirsiniz burada pika açılırsınız dayanmadan. Baba. Məsələn də var. Başınız tez-tez. Mənim də əlim soyuqdur. Bir dinqlə məşq eləyib alışırsınız. Bir 15 dəqiqə eləsəniz valla bir aya it kimi dediyimci olarsınız. Baba. Faydaına görə də üzük deyəm. İndi xatır bizə dəyməsin. Sonra eğim almaq var. Məsələn, rəqəbiz buradan rafdiyir. Buradan tamamını azaldısınız. Bir rəqəbiz buradan gələcək. Durursunuz burada. Bir dənə belə gözləyirsiniz. O hoppananda bir belə bir vuruşuyor. Yəni, bunlar da bir dənə taktikdir. Yəni, ziyanı yoxdur qardaş. Eləyin bunları. Bir dənə tez-tez eləyək. Aya baxıb çaya vururam. İndi öz vurmayın. Okey. Bir balaca alışım gözləyim. Özüm də alışım. Yəni ağalarım, sözümün canı odur ki, burada belə işləyir və Allah haqqı mən sizə deyirəm belə. Gündə 15 dəqiqə belə işləsəz, 15 dəqiqə işləyəndə Allah'ın izinsin, Allah alışın, mən də eləyəm. Mesela biraz alışın, başınız qədər işləsəz, sonra gündən günə düzələrsiniz. Mesela mən bunu bağlamamışdan qabaq, indi dinləmək istəyəyim. Özünüz görür ki, necə artıq piki atmayalım. Yavaş-yavaş, yəni mən də 5 dəqiqədə məşq eləsəm daha da yapacağım yəni. Ancaq bunları eləsəm, dayanmadan bu hərəkəti eləsəm, təkrarlasam, yəni məndə daha olacaq bu piki atmaq. 3 dəfəsini, Allah gözlə, 3 dəfəsini yağ. 3 dəfəsini yağ, yallah getdik. Cəld olaq, maksimum cəld. O. Bir balaca barmaqlıq şeydir. Yağlı kimi nənə. Nasıl o be? O bu sola dikcasanda nəsə oraya. Bana məsələmin qıldırdığı falan. Rəqib gəlir. Gördünüz. Neyse siz böyle məşq edirsiniz. Sonra gəlirik buralara. Yəni məsələn, gəlin belə yüngül hassasiyyətində. Hassasiyyətim də kim istəyirsə mənə bildirsin. Bıldırçın yumurtası. Belə qəşəkdir. Bu kadar idi belə. Ağalarım, siz də yəni uzaq yaxın məsafəni dediyəndə yaxşı şey eləmək üçün istəyirsinizsə, mən də neçə vaxt pik açmıram, paslanmışam. Ancaq hesab fulləmə videolar gəlir.
Ne bileyim. Evet. De bu kadar idi. Neyse agalarım, bugünkü videomuz bu kadardı. İzlediğiniz için teşekkürler. Sağ olun, Samat kalın. Abone olmayı unutmayın. Sağ olun, canlı videoda görüşmek üzere. Sağ olun, özünüzden mukayyet olun. Matı.